Salam kanal izləyiciləri, bugün sizi Xırdalıda mərkəzdə 1 nömrəli məktəbin yanında Heydər Əliyev Parkının düz yanında 12 mərtəbəli binanın 5-ci mərtəbəsində 65 kvadratdan ibarət belə bir otaqdan 2 otağa düzəlmə mənzillə tanış edirik. Qonaq otağından başladıq çəkilişə. Qonaq otağında gördüyünüz bütün əşyalar qalacaq. Televizorla kondisioner götürüləcək bu otaqda. Qonaq otağını çəkib göstəririk sizə. Kombi sistemi var. Kombisi çəkilib. Demək, kupçası da var. Qonaq otağından tanış edik, keçirik indi sizi. Dəhlizidir bura, gördüyünüz kimi. Dəhlizdən bölünür. Qonaq otağıdır. Yataq otağı ilə tanış edik indi də. Gördüyünüz burada televizor, bir də bir stol, şkaf götürüləcək. Yataq dəsti, bir də şkaflar qalacaq. Bu da onun mətbəxidir. Xarcenikli paltar yuyan maşın qalacaq hamısı. Bu da sanitar qovşağıdır. Göstəririk sizə sanitar qovşağında. Mənzilimizin yerləşdiyi yer Xırdalanda, Heydər Əliyev Parkının yanında, 1 nömrəli məktəbin yanında. 12 mərtəbəli binanın 5-ci mərtəbəsində 65 kvadratdan ibarət olan bir otaqdan 2 otağa düzəlmə mənzil. Mənzilimiz kupçalıdır. Qonaq otağından gəlində göstərib. Yarım əşyalı belə deyək satılır. Burada çıxacaq 2 kondisioner, 2 televizor, bir də o dolab. Qalan başqa əşyalar qalacaq içində. Alıb kirayə vermək üçün çox yaxşı fürsətdir. Belə deyək, yerləşdiyi yerdə düz mərkəzdə 1 nömrəli məktəbin yanında. Koridor sistemində bir də göstəririk. Giriş qapısıdır. Baxın, bütün qapıları koridor sistemidir. Sizin də əmlakınız varsa satışda buyurun bizə müraciət edin. Kanalımıza baxdığınıza görə təşəkkür edirik. Abunə olmağı unutmayın. Qiyməti aşağıda qeyd olunacaq.